Allah'ın salamı olsun sizlərə, əziz izləyicilərimiz. Demək, bugünkü aparatımız 7 kW yarımlıq mühərriklə dənli bitkiləri üydən və otu doğrayan aparatdır. Gördüyünüz kimi 4 kamerli təkərimiz, yem üyütmək üçün bunkerimiz, ot doğramaq üçün boşqamız və ot ələyimiz. Əziz izləyicilərimiz, 4 dənə belə ələyimiz olur. İkisi dairəvi belə ələk. İkisi ot üçün, ikisi dənli bitkilər üçün. Gördüyünüz kimi idarə edici qutumuz, idarə edici qutumuza yandırma, söndürmə düyməsi, həyəcan siqnalı, ampermetr, mühərrikimizə düşən yükü görə bilək. Maqnit birləşdirici ayrıcı, avtomat birləşdirici və ayrıcı. Bu isə hissiyatlı bizim istilikdən yanmağa qoymayan daçkimiz. Gördüyünüz kimi mühərrik ağırlığa düşdükdə həyəcan siqnalı işə düşür. Ya Allah, mühərrikimizi işə salaq. Demək, mühərrikimizdə gördüyünüz kimi 10 kiloqram arpa dənli bitkisi var. İnşallah. Ya Allah, saxların ati. Amper, 10 amper. Tamam. Allah'a şükürler olsun. Tozlanmamız demek olar ki. Sıfır derecesi. Ya Allah. Büyüklüğümüz, həcmi sizlərə nümayiş elətdirim əziz izləyicilərimiz. Maşallah olsun. Buyurun əziz izləyicilərimiz. Üyütdüyümüz həcim. Buyurun. Arpa unu. Qanunu arpa unu. Əliyin kəpəyi çıxsın, arpa unu. Allah'a şükürlər olsun. Rəbbimə şükürlər olsun. Demək, əzizlərimiz, gördüyünüz bu da aparatın üstündədir inşallah. Taxdıq belə. İndi inşallah 45 dereceye qaytarıb otumuzu doğramaq üçün vəziyyətə gətirəcəyik. İnşallah. Mənə ver. Əziz izləyicilərimiz, demək 90 derecede yemimizi üyütdük, yem bunkerimizi açdıq, yem ələyimizi çıxartdıq, otun bıçaqlarını, yəni yemin öz bıçaqları olur, otun öz bıçaqları olur. Bunu biləsiniz, bizdəki universallar tam fərqlidir. İndi əziz izləyicilərimiz 90 derece ocaq altına qaytarırıq aparatımızı. İnşallah davam edək otumuzu doğramağa. Baxın,
Qaytardıq 90 dərəcəyə. Ya Allah. Demək, şərbamızı otdan yemək çevirmək üçün haradasa 7-8 dəqiqə maksimum vaxtınız gedər. Buyurun əziz izləyicilərimiz. Otu doğramada hazırdır inşallah. Ya Allah. Ya Allah. ambardır. Bu birbaşa ambara püskürtme vasitəsilə vurur. İndi doğradığımız otun nəticəsini də sizə göstərim. Yəni indi hava küləklidir. Siz bunu ambara yönətdikdə, buyurun əzizləyicilər, 30'luq ələklə doğradığımız yonca presi. Əsl iri buynuzlu mallar üçün. Maşallah presimiz də quru olduğundan sizi inandırım ki semişka kimi çıtladı. Əziz izləyicilərimiz, vaxtınız üçün Allah sizləri var eləsin. Artıq dərəcədə xahiş edirəm. Aparatın yem qarışdıran, ot doğrayan, yem üydən haqqında məlumat bilmək istəyən səhifədə nömrəm var. WhatsApp-a yazsın, mən yığım, ətraflı danışaq. Yəni yazmaqla olmur. Çünki hər yazdıqda ortadan bir sual çıxır. Və bu sualları da cavablandırmaq üçün ən gözəl variantı zəng eləyin, ətraflı danışaq. Allah sizləri var eləsin, Allah canınızı sağ eləsin, Allah amanında olun. Bəyəndiyiniz əlləriniz var olsun.